Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin. Vel akibetu littaqva vel yaqin. Bismillahirrahmanirrahim. Ya eyyühen nas u'budu rabbukumullazi halakakum vellezine min qablikum leallekum tettegun. Sadakallahul aliyyul azim. Allah Teala ibadet itaatlerimizi kabul eləsin. Allah bu Rəcəb ayında edilen duaları, kılınan namazlarımızı kabul eləsin. Allah Teala şəhidlərimizi Kərbala şəhidləri ilə məhşur eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı, ordumuzu həmişə uca eləsin inşallah. Allah bütün möminlərə, müsəlmanlara bu cümə gününü mübarək eləsin. Və bütün müsəlmanları, möminləri bir-birlərinə rauf-ı mehriban qərar versin inşallah. Hər bir bəndə, hər bir insan Allahın əmrinə, Allahın buyurduqlarına tabi olub, Allaha bəndəlik eləməlidir. Bugünkü mövzumuz insanın Allah qarşısında bəndəliyi barəsində olacaq inşallah. Allah Teala Quran-ı Kərimdə buyurur ki, oxuduğum ayə, ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmaq, Rəbbinizə ibadət edin ki, təqvalı olasınız. Bu ayədə bir neçə nöqtələr vardır ki, Allah Teala bu ayədə xitab eləyir bütün insanlara. Bütün insanlara bunu xitab eləyir ki, Allaha ibadət eləyin, Allaha bəndəlik eləyin. Allahın ən şah əsəri olan insandır ki, insanı öz ixtiyarında qoyub ki, özü Allaha bəndəlik eləsin, ibadət eləsin. Namazın kəlmə-i şəhadətin təşəhhüdündə oxuyuruq ki, Əşhədü ənnə Muhammədən abduhu və rəsulu. Allah Teala Peyğəmbəri ki, orada mənası budur ki, Allah Teala Peyğəmbərliyə olmamışdan qabaq Allaha elə bir bəndəlik eləyib ki, Allah Teala onu yer üzündə Peyğəmbər seçib. Onun ruhu aləm üzərində Allaha iman gətirib və imanı sabit olaraq Allaha çünki hər birimiz Allaha söz vermişik ki, bəli, Allah bizdən soruşanda ki, Ələstü bi Rəbbikum, biz sizin Allahınız Rəbbiniz deyiləmmi? Biz demişik, bəli. Yəni, Allaha söz vermişik ki, ilahi, biz sənə ibadət eləyəcəyik, itaət eləyəcəyik və iman gətirəcəyik. Əsas budur ki, insan dünyaya gələndən sonra öz imanını, öz bəndəliyini ki, sona çatdırsın və əhdinə vəfa eləsin. Allah Teala bu ayədə bir neçə məsələlər buyurur ki, qeyd elədim ki, insanları Allaha ibadətə çağırır. İbadət insanı eləyir nə? Axırda buyurur ki, təqvalı olasınız. Ümumiyyətlə, Quranda Allah Teala insanları dəstə-dəstə qeyd eləyir. Bu ayədən qabaqki ayədə buyurulur ki, kafirlər barəsində, münafiqlər barəsində söz açır. Üç dəstəni burada qeyd eləyir. Kafirlər və münafiqlər. İnsanın, bir bəndənin kafir olması, münafiq olması, hamısı onun Allaha qarşı elədiyi bəndəliyi üzündən olur. Bir bəndə ki, Allaha layiqincə iman gətirməyə, digər füsq, fasıq yollarla gedə, Allaha iman gətirməyə və onun Peyğəmbərinə iman gətirməyə ki, Allah Teala o cür insanları küfr əhli, kafir adlandırır. Bəzi dəstələr də vardır ki, yalandan ki, üzdə deyir, mən İslamı qəbul eləmişəm, amma daxilində başqa sifətlər vardır. Allah da onları münafiq adlandırır. Münafiq sözü əslində nifaq tökən, nifaq yaradan mənasındadır. Və onlar haqqında da Allah Teala buyurur ki, məsəluhum kəməsələl-ləzinə istəvqədə narən. Bir küfr əhlini, bir kafir əhlini Allah Teala misalında belə buyurur ki, deyir, onlar bu misaldadırlar ki, onların od yandıran şəxsə bənzədir. Bir od yandırır həmən bir küfr əhlini, kafir əhlini, od yandırır, buna bənzəyir. O deyir, ətrafındakilərini işıqlandırdığı zaman Allah onların işığını söndürür.
Bu cür Allah Teala kafirlər barəsində ayə buyurur. Sonra buyurur ki, summun bukmun umyun fəhum la yerciun. Deyir, onlar ki, kafirlər deyir, görməzlər, kordurlar, laldılar ki, bunlar yenə də bu cürünə Allah onlara qiymətləndirir. Amma münafiqlər barəsində də üçüncü dəstə, ikinci dəstə ki, münafiqlər barəsində buyurur ki, İzə ca'əkəl münafiqin qalu nəşhədu innəkə lə rəsulullah. Bir zaman ki, deyir, münafiqlər gəldilər Peyğəmbərin yanına, dedilər ki, biz sənə şəhadət veririk. Həqiqətən sən Allahın rəsulusan. Rəsulullah. Vəllahu ya'lamu innəkə lə rəsulullah. Həqiqətən Allah onsuz da bilir ki, Allahın rəsulu Peyğəmbər salavatullahdır. Vəllahu yəşhədu innəl münafiqun. Deyir, həqiqətən də onlar münafiqdilər, yalan danışandılar. Münafiqdilər və yalan danışanlar. Bu, Allah Teala bu iki dəstə barəsində Allah Teala Quran-ı Kərimdə bunu buyurur. Amma bir dəstə də vardır ki, təqva əhlini ki buyurur, o insanlar ki Allaha bəndəlik eləyə, Allaha ibadət eləyə, öz bəndəliyini Allaha göstərə, Allah Teala onu neyniyir? Bəli, təqvalı olan bir şəxs kimi qiymətləndirir. Bəndəliyin mənası budur ki, insan özünü təslim eləyir. Təslim eləmək, Allahın hökmlərinə özünü təslim edir. Və hədislərdən də vardır ki, hər kim Allaha bəndəlik etsə, hər şey onun müqabilində ram olar. Hər şeyi özünə ram eləyər. Ariflərdən bir nəfər Sədi öz kitabında yazır, deyir, arif insanlardan biri olur, görür ki, bu şəxs pələngin üstündə gedir, oturub pələngin üstündə, əlində də bir dənə ilan var. Bu şəxs soruşur ki, sən bunu nə cür eləmisən? Buyurur ki, həmən şəxs, əgər Allahın hökmünə boyun əysən, və haqqın mütüsü olsan, haqqa boyun əysən, Allah Teala hər şeyi sənin müqabilində ram eləyər. Hər kəs bunu bir bəndə bu cür eləsə, əlbəttə hər bir şeyi özündə ram eləyər. Nəinki pələngin, nəinki ilanı. Yəni insan o qədər Allah Teala insanı istəyir ki, ona bəndəlik eləməklə o insanı ucaqsın. Hər bütün varlıqlar Allaha ibadət itaat eləyir. Amma insanın isə ixtiyarında qoyub ki, insan öz xoşluğu ilə, öz istəyi ilə, öz nəfsi istəklərinə qalib gələrək Allaha ibadət və itaat eləsin. Mərhum Əllamə Təbətəbai yazır ki, Məcməul Bəyanda buyurur ki, İmam Rızadan hədis söylüyür. Buyurur ki, 7 il Yusuf Peyğəmbərin zamanında aclıq oldu. 7 il. Selamun Aleyküm. Və insanlar qıtlıq içərisində aclıq çəkirlər. Bütün orada olan insanlar kimləri öz evlərini satdılar, verdilər Yusufə ki, buğda alsınlar, öz ehtiyaclarını ödəsin. Evlərini verdilər, qoyun quzularını verdilər, tarlalarını verdilər, bütün cəvahirlərini verdilər. Axırda da hər bir şeyləri də qalmadı ki, nəhayətdə özləri də nökər oldu Yusufun müqabilində, qarşısında. Niyə görə belə oldu? Ona görə ki, axırda Allah Misir xalqını da Yusufun qarşısında əziz elədi, şah elədi, padişah elədi, onlar isə ona nə oldu? Mütü oldular. Deyir, bunun müqabilində ona görə ki, Yusuf Peyğəmbərin Allaha elədiyi bəndəlik idi. Bəndəlik üz verdi ki, Yusuf Peyğəmbəri bütün Misir xalqının qarşısında nə oldu? Şah və padişah oldu. Bunların bir əməli göstərişləri də vardır ki, buyururlar ki, istəyəsən bəndəlik eləyəsən, birinci budur ki, insan gərək tövbə eləsin. Tövbə eləmək mühüm bir şeydir. Yəni, insan tövbə eləyəndə qusul verirsən, qusullanırsan, öz ruhunu paçlayırsan, çünki qusul insanın ruhunu paçlayır. Dəstəmaz alırıq. Dəstəmaz alanda insanın mənəviyyatı pak olur. Çinmək ayrı şeydir, qusul vermək ayrı şeydir, dəstəmaz ayrı bir məsələdir, hökmdür. Və bunu eləyəndən sonra və deyirsən, ilahi, bütün günahlarımı tökürəm, bu qusulla axıdıram, tökürəm və sənə tövbə eləyirəm. Bəndəliyin birinci qolu tövbə eləməkdir. İkincisi buyurur ki, özünü daim Allahın huzurunda görmək. Bir insan hər zaman özünü Allahın huzurunda görsə, o insana layiqli bəndəlik eləyər. Üçüncüsü buyurur ki, özünü nəzarətdə saxlamaq. Bəzən biz insanlar nəzarətdən çıxırıq.
Yəni nəzarətdə bu cür nədir ki görürsən məsələn qarşı tərəfə geçsən, küfrə gedəcəksən, düzgün olmayacaq, gərək nəzarətdən çıxmayasan, özünü saxlayasan, o yola gərək getməyəsən. Sonra buyurur ki, sükuta nəzarət etmək, az danışmaq. Az danışmaq da insanın bəndəli nişanəsindəndir. Çünki insan çox danışanda bütün sirlərini açıb danışır. Çox danışmaq bəyənilmir. Sonra buyurur ki, ehtiyatlı qədərində yemək. Yəni ehtiyacı daha doğrusu, ehtiyaclı qədər, əgər ehtiyacın varsa, nə qədər yemək sənə ehtiyacdırsa, onu ye, ondan artıq yemə. Biz oxuyanda bizə bir dərslik var idi, yemək, qidalanmağın, nə cür nə qidalanmaq. Yazırdı ki, o şeydən ki, bir dəfə yeməkdən ki, istifadə edirsən, birinci dəfə nə ləzzət görürsənsə, yenə həmən ləzzət olacaq. Başqa ləzzət olmayacaq. Elə birinci dəfə yemək, o kifayət eləyər sənə. Onsuz da məsələn, hansısa deyək ki, bir yeməyi yersən, onun bir dənə ləzzəti var da, bir cür dadı var. O dadı ikinci dəfə ayrı dada çevrilməyəcək. Elə bir dəfə istifadə elədin, ikinci dada da ehtiyac yoxdur. Ona görə buyurur ki, bəndəliyin ehtiyacı budur ki, yəni qədəri budur ki, qədərində yemək və sonra buyurur ki, daim dəstəmazlı olmaq. İnsan gərək daim dəstəmazlı olması gözəldir. Hətta hədislərdə vardır ki, bir nəfər daimi dəstəmazlı olsa, dünyasını dəyişsə şəhid mislindədir. Dəstəmazlı olmaq. Hədislərdə gəlib ki, deyir, hər kəsin dəstəmazı batil olduqdan sonra dəstəmaz almasa, o Allaha qarşı cəfa eləyib. Allaha qarşı, yəni zülm eləyib. Və hər kəs dəstəmaz aldıqdan sonra 2 rükət namaz qılmasa, yenə də mənə cəfa eləyib. Allah Teala buyurur, mənə cəfa eləmiş olur. Amma deyir, o dəstəmaz ala, gəlib 2 rükət namaz qıla, mən ona cəfa eləmiş olaram, əgər onun qıldığı namazı və dualarını qəbul eləməsə. Yəni, bu cür bəndəlik, bu cür eləsə, Allah onun dualarını da, hacətlərini də qəbul eləyər. O bəndəliyin bir xüsusiyyətlərindən biri budur. Sonra buyurur ki, gecə-gündüz ərzində deməli, Allahla huzur ayırmaq lazımdır. 1 saat, 10 dəqiqə deyək, yarım saat, 1 saat ayırmaq lazımdır ki, bəndə özü ilə Allah arasında qalsın. Özü və Allaha neynəsin? Yalvarsın, Allahdan öz hacətini istəsin. Və duası da vardır ki, bu duanı demək də gözəldir. Ya Hayyu, Ya Qayyum, Ya Mən La İlahe İlla Əntə, Subhanəkə inni kuntu minəz zalimin. Allahın sifətlərini sayırsan, bəli. Və yaxşıdır ki, insan bəndəliyin bir xüsusiyyətlərindən, əməli göstərişlərindən biri də budur ki, Quran oxumaq gözəldir. Tarixdə bir şəxs olub, bunu danışıram, inşallah söhbətimə xitam verirəm. İmam Cəfər Sadiq əleyhissalamın zamanında olub. Eşidibsiz, Ünvan Bəsri bir alim olur. 94 yaşında bir şəxs olub. Çox gözəl bir hədisdir. Bu, əvvəli dərs alıb Malik ibn Ənəsdən. Əhl-i təsənni alim olub, Maliklər ki var indi. Malik ibn Ənəsdən dərs alıb və bir zaman belə bir qərara gəlir ki, mən dərsimi davam elətdirəcəm Cəfər Sadiq əleyhissalamla. Çünki Cəfər Sadiq əleyhissalam yeganə imamdır ki, öz dövründə 500 mindən artıq tələbə yetişdirib. Tələbələr yetişdirib. O dövrün cəmaatı, məsələn, Həmbəli, Hənəfi, Sünni alimli, bunlar İmam Cəfər Sadiq əleyhissalamdan dərs alıblar. Bu şəxs də istəyir geçsin, İmam Cəfər Sadiq əleyhissalamdan dərs oxusun. Həzrəti İmam buna buyurur ki, mən nəzarət altındayam. Bir. İkincisi də mənim gecə-gündüz xüsusi dualarım və namazlarım var. Sən hələ get, yenə də Malikdən dərs al. Bunu qəbul eləmir. Və Ünvan Bəsrini qəbul eləmir. Deyir, mən qəmgin halda qayıtdım, amma Malikin yanına getmədim. Malik ibn Ənəsin yanına getmədim. Getdim Peyğəmbər məscidinə. Peyğəmbər məscidində 2 rükət namaz qıldım. 2 rükət namaz qıldım
və dua elədim orada. Duasının ərəbi bu cür nədir? Dedi, ya Allahu, ya Allahu, ya Allah, in tutufihu aleyyə qəlbə Cəfərin və tərzuqani min ilmihi əhdahu bihi illa siratel müstəqim. Buyurur ki, ilahi, Allaha yalvarır. Mənim məhəbbətimi Cəfərin qəlbində bəyan elə, Cəfərin qəlbinə sal ki, məni bir tələbə kimi qəbul eləsin. Deyir, bu duanı elədim, yenə getdim imamın huzuruna. Xidmətçisi kəsdi qabağımı, dedi, ağa namaz qılır. Namazı qılıb qurtarandan sonra icazə istədim, daxil oldum deyir içəri. Həzrəti deyir, ağa, İmam Cəfər Sadiq əleyhissalam deyir, başını qaldırdı, buyurdu. Künayən nədir? Künayə budur ki, ərəblərdə ata öz böyük övladının adı ilə səslənərdi. Məsələn, Peyğəmbərə biz deyirik ki, Əbül Qasım, Qasımın atası. Bunu da oğlun adı ilə özünü təqdim edir ki, mən də Əbu Abdullaham, yəni Abdullahın atasıyam və İmam onun üçün bir dua eləyir. Buyurur ki, Allah səni bu künayədə sabit qədəm eləsin. Və sonra buyurur, əgər elm öyrənmək istəyirsənsə, onun üçün 3 dənə söz sayır. Birincisi budur ki, əvvəlcə deyir qəlbində bəndəliyin həqiqətini yarat. Bir nə cür nə bəndəsən, bir bəndəliyi sübut elə. Bir insan birinci budur da, əslində birinci budur ki, insan öz bəndəliyini Allah qarşısında gərək sübut eləyə. Öz qəlbində bəndəliyini yarada. İkincisi buyurur, elmi əməl vasitəsilə istə. Allahdan ki, elm istəyəcəksən, bunu əməl vasitəsilə. Əgər o elmi öyrənəcəksən, ona əməl eləməyəcəksənsə, o elmi Allahdan istəmə. Bir insan ki, əgər o elmi öyrənirsə, ona əməl eləmirsə, onun elmi heç bir mənası yoxdur. Üçüncüsü buyurur ki, Allahdan dərk etməyi istə ki, sənə başa salsın. Allahdan bir dua elə ki, ilahi, bu elmi mənə dərk elətdir. Çünki elm də insana əta olunur. Elm bir nurdur. Hər adam görsən, insan var, nə qədər oxuyursan, dərk eləyə bilmirsən. Bunu deyir, bu 3 dənə sifəti, sözü imam buna buyurur. Və sonra buyurur deyir ki, Allahın ona əta etdiklərini, indi istəyirsən, o bəndəlikdir, elmdir, dərk eləməkdir, imam indi buna izah eləyir. İzah eləyir ki, bəndəlik nə deməkdir? Mənası bu deyir. Buyurur ki, Allahın deyir, sənə əta etdiklərini heç vaxt özündən bilmə. Hamısını Allahdan bil. Nə qədər sənə Allah neymət verib, can, var, dövlət veribsə, hamısını deyir, bunu Allahdan bil. Demə, mən eləmişəm. Demə, mən qazanmışam. Bunu sənə verən Allahdır. Əgər deyir, bunu bilsən, bunu dərk eləsən, sənin bəndəliyin və ya bir səbəb olar bəndəliyivə, bir də o mal dövləti Allah yolunda ehsan eləməyə heç vaxt çətinlik çəkməzsin. Asan verərsən. Çünki bilirsən, bu Allahdandır. Allahın da niyə verməyim? Amma özünkü bilsən, verməyə qısqanacaqsan. Əziyyətlə qazanmışam, nə eləmişəm? Bu cür deyir, olma. İkincisi buyurur ki, öz işlərimin idarə olunmasını Allaha tapşır. Öz işlərimin, demə, mən elədim. Bəli, Allaha təvəkkül elə və bunun müqabilində bacaraqsız bil. Özünü aciz bil o işin müqabilində. Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhi, münkər qanunlarını ömürlü buna bəxş elə. Allahın yaxşı işlərinə insanları dəvət elə və pis işlərdən çəkindir. Əgər bu sifətləri özündə eləyə biləcəksənsə, ondan sonra elmində alacaq. İmam əslində bunu demək istəyir. Deməli, burada bir nəticə ortaya çıxır ki, əgər deyir, bəndə ki, bilə ki, hər şey Allahdandır, onu xərcləməyə də asan olacaq. Və əgər bütün işlərini Allaha idarə eləsə, Allahın öhdəliyinə qoysa, Allaha həvalə eləsə, dünya müsibətlərinə də səbr eləməyə ona asan olar. Dünya müsibətlərinə səbr eləməyə asan olar və əgər Allahın da əmr və nəhyəz münkər qanunlarını buyursa, desə, ömrünü ona sərf eləsə,
dəyərli vaxtlarını ondan keçirsə, deməli, öyünmək, təkəbbürlük ondan uzaq olar. Çünki bilir ki, mənə vacibdir ki, Allahın hökmünü insanlara çatdırım və pislikdən insanlara çəkindirim. Bu, bir bəndəliyin xislətidir ki, bu səbəb olar insana bunu həyatında eləsin. Həzrəti, deməli, İmam Cəfər Sadiq əleyhisselam bunları buyurur və sonra bir Quran ayəsi buyurur ki, deyir, o Allah, yəni axirət evidir ki, o axirət evidir ki, yəni Allah axirət evi ki, bizi üçün xəlq eləyib, yaradıb. Deməli, onu yer üzündə fitnə, fəsad və üstünlük istəməyənlər üçün qərar verir, xeyirli aqibət müttəqlər üçündür. O axirət evi o şəxslər üçündür ki, onlar müttəqidirlər, Allahın gözəl bəndələridirlər. Nəhayətdə yenə də ərz elədim, deyir, Ünvan Bəsiri buyurur ki, ağaya deyir, nə ərz elədim, buyurdum ki, dedim, mənə əməli göstərişlər ver ki, imam buyurdu ki, sənə 9 dənə də şeyi vəsiyyət eləyirəm. Bunlardan 3-ü nəfs üçündür, 3-ü elm və səbr üçündür, 3-ü də əməl barəsindədir. İndi imam bunları izah eləyir, buyurur ki, ehtiyatlı ol, nəfs üçün deyir, ehtiyatlı ol, iştahan olmayanda yeməyəsən. İştahan olmayanda yeməyəsən, çünki bu axmaqlığa və nadanlığa gətirib çıxardır. Sonra buyurur, 3 dənədən biri budur, nəfs üçün. İkincisi budur ki, acmamış yemə və buyurur, üçüncüsü budur ki, halal yeməkdən çəkinmə. Halal ye, amma yeməyi yeyəndə Bismillah denə. Bu 3 nəsiyyəti nəfs üçün deyir. Sonra buyurur ki, helm barəsində də buyurur, səbir barəsində də buyurur ki, deyir, hər kəs sənə bu sözü deyək ki, mənə nə sənə söz deyəcəm, onun müqabilində sənə 10 qatını cavab verəcəm, onun o sözünün müqabilində ona denən ki, sən mənə nə desən, mən sənə heç vaxt bir kəlmə də olsun belə bir söz deməyəcəm. Helimli ol, səbirli ol. Sonra buyurur ki, hər kəs sənə nalayiq söz desə, denən ki, əgər bu sözə mən layiqəmsə, Allah məni bağışlasın. Əgər sən yalan deyirsə, Allah səni bağışlasın. O sözünün müqabilində ona elə cavab ver. Həlimliyin izah eləyir. Üçüncüsü buyurur ki, hər kəs səni söyüb təhqir eləsə, sən ona nəsiyyət və onun haqqında dualar elə. Nəinki sən onun cavabını qaytar. Elm barəsində də buyurur, tövsiyələrim deyir, budur ki, ey Ünvan Bəsiri, budur ki, bilmədiyin şeyləri alimlərdən soruş, utanma. Yeganə utanmamaq ondadır ki, alimdən bir şey soruşmaq. Amma bu şərtin olmasın, o alimi sınağa çəkməkdən ötəri, onu yalandan danışdırmaqdan ötəri ona əziyyət verməyəsin. Həqiqətən bilmirsən, soruş. Kimisə məsələn, görsən sual verirlər, xar eləmək üçün, utandırmaqdan ötəri belə bir sual deyir, vermə. İkincisi buyurdu ki, şəxsi rəyinə əməl etməkdən ciddi şəkildə çəkil. Öz şəxsi istəklərinə görə hərəkət eləmə. Sənin istəyin sənə çox söz deyər. Gör Allah nə deyir. Ki, insan gərək əqlini Allahın hökmlərinə tabi eləməlidir. Nəinki Allahın hökmünü insan öz əqlinə tabi eləyir. Üçüncüsü buyurur ki, deyir, əgər yırtıcı şirdən qaçdığın kimi, şəxsin rəy əsasında fətva verməkdən çəkin. Bir nəfərin haqqında hökm verirsən, yalandan öz şəxsi prinsipə görə hökm verirsən onun üçün. Hökm çıxardırsan. Bu cür deyir, eləmə. Çünki öz boynuvu cəmaatın keçməsi üçün körpü qərar verərsən. Çünki insan öz nəfsi istəklərinə görə rəy verə, fətva verə, o insanın, yəni bu mənadadır ki, qiyamət günü çətinlik çəkər. Yəni, kiminsə haqqına girmək, kiminsə haqqında yalandan fətva vermək, öz şəxsi görünür, öz şəxsi prinsipinə görə fətva vermək, bu insan üçün qiyamətdə başa aşağılıq gətirər. Bu, İmam Cəfər Sadiq əleyhisselam bu nəsiyyətləri
deməli, ünvan Bəsiriyə vəsiyyət eləyir və bu cürnədə və yazırlar ki, hədislərdə də vardır ki, elə İmam Cəfər Sadiq əleyhissalamdan dərs alır və ondan da hədislər də vardır ki, kitablarda yazılıb. Allah Teala bizləri həqiqi bəndələrdən qərar versin inşallah. Allahın da ən gözəl bəndələri biz insanlar üçün, ümumi müsəlmanlar üçün olan bariz nümunə Allaha elədiyi bəndəlik Peyğəmbər və onun əhl-i beytidir ki, Allah yolunda öz canlarını, hər bir şeyini Allah yolunda qurban verdilər. Allahın verdiyi neymətləri xərcələdilər Allah yolunda. Ona görə o məqama, o məkana, o cür təbəqəyə, mərtəbəyə yetişdilər. Allah Teala bizləri bu əhl-i beytdən ayrı salmasın. Allah bu cümə gününü bütün möminlərə mübarək eləsin. Dua və hacətlərimizi qəbul eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə salavat edilir inşallah. Allahümmə salli əla Muhammed və ali Muhammed.